Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sertifikasiyanın müsahibə hissəsinə düşən bir neçə sualın izahı ilə gəlmişəm. Biz keçən dəfə sizinlə 11-ci suala qədər izah vermişdik. 12-ci sualdan davam edirik. Deyir ki, aqressiv şagirdə necə davranırsınız? Aqressiv şagird psixologiyasında daim dəyişkənlik olur. Hamıya aqressiv, pis davranır. Belə şagirdlərlə hökmən diqqətli olmalıyıq. Bu şagirdlərə qarşı səs tonumuzu gözləməliyik. Bunlara qarşı qışqırmaq, tənqid etmək, həddən artıq sərt formada danışaraq bu tip şagirdlərin üzərinə getmək olmaz. Maksimum dərəcədə diqqətli, həssas, mülayim davranmalıyıq. Bilirsiniz, onsuz da onlar aqressiv uşaqlardır. Onlarla mülayim davrandığımız halda belə bəzən aqressiv reaksiya verə bilirlər. Bu baxımdan biz onlara qışqırmaq, tənqid etmək, sərt sözlər belə deməməliyik ki, onları daha da qıcıqlandırmayaq. Bəs aqressiv şagirdləri necə müəyyən edərik? İlk öncə müəllim sinifdə diaqnostik qiymətləndirmə aparır. Tədris ilinin əvvəlində. Diaqnostik qiymətləndirmə təkcə şagirdin bilik səviyyəsini ölçmək üçün deyil, həm də onun davranışını, şagirdin tipini, xarakterini müəyyən etmək üçün diaqnostik qiymətləndirmədən istifadə edilir. Diaqnostik qiymətləndirmə zamanı bilik səviyyəsini, bacarığını, onun aqressiv olub olmamağını müəyyən etdikdən sonra həmin şagirdə qarşı daha diqqətli formada davranmalıyıq. Daha qayğıkeş davranmağa çalışmalıyıq. Belə bir şey deyək, yəni aqressivlik nədən yaranır? Aqressivlik uşaqlarda sevgi əskikliyindən yaranır. Hansısa bir şagirddə qəfil valideyn, dost və ya yaxın ətrafın sevgisindən məhrum olur və həmin şagird başlayır ətrafında olan hər kəsə aqressiv davranmağa. Məsələn, ailədə və ya ətrafında problem olan şagirdə çatışmayan cəhəti versək, bu aqressivlik aradan qaldırılacaq. Yəni, onun hardasa çatışmamazlığı var ki, o aqressivdir. Yəni, şagirdə sevgi ilə yanaşsaq və belə şagirdlərin və xırda uğrunu belə vaxt itirmədən tərifləmək lazımdır. Məsələn, sinifdə hər hansısa çalışmanı həll elədi, sual-cavabda iştirak elədi, dərhal bu şagirdin uğurunu, müsbət davranışını tərifləmək lazımdır və bu da şagirdin aqressivliyini aradan qaldıran faktorlardandır. Yəni biraz onu sakitləşdirmiş oluruq. Məsələn, hamıya aqressiv şagirdə qarşı maksimum dərəcədə səbirli olsaq da, səsimizi qaldırmasaq da, şagirdə qarşı sevgi ilə yanaşsaq da, birdən hansısa suala düz cavab verdikdə, vaxt itirmədən onu tərifləmək lazımdır. Və bu davranışımız şagirdin aqressivliyini öldürəcək, minimuma endirəcək. Bundan əlavə görüləcək işlərdən biri də şagirdə əlavə qrup işlərinə, cütlərlə işə, digər şagirdlərlə birgə ünsiyyət, əməkdaşlığa cəlb eləyərək aqressivliyi aradan qaldırmaq olar. 13-cü sual. Destruktiv rəy nədir? Şagird üçün nəticəsi necə ola bilər? Cavab. Destruktiv rəy konstruktiv rəyin tam əksidir. Konstruktiv rəy şagirdlərə düzgün yol, istiqamət göstərmək üçün verilən rəydir. Amma destruktiv rəy dağıdıcı rəydir. Destruktiv ümumiyyətlə dağıtmaq deməkdir mənası. Destruktiv rəydə ancaq mənfi şeylərə köklənilir. Destruktiv rəyin əsas qaydalarından biri ancaq müsbət, həssas çatdırılma idi. Destruktiv tam orada olan qaydaların pozulmasıdır. Məsələn, şagirdə ancaq mənfi təriflərini bildiririk. Məsələn, nədən yazmısan, səhvdir, sən heç vaxt düz yazmırsan və s. kimi dağıdıcı rəylərin bildirilməsidir. Bu destruktiv rəydir. Belə rəyin şagirdlər üçün mənfi nəticəsi ola bilər. Belə rəy zamanı şagirdlərdə özünə qapalılıq yaranacaq. Ətrafda əlaqəsini kəsəcək. İnkişafa qapalı düşüncə tərzinə salacaq. Biz bilirik ki, bu nəzəriyyə olaraq Dvek nəzəriyyəsidir. Çətinliklərlə rastlaşanda onlara tez
təslim olacaq. Şagird hər şeydən qorxacaq. Get-gedə dərslərində geriləmə, müşahidə olunacaq və şagirddə ancaq bir element inkişaf etdiriləcək. Bu nədir? Özünü müdafiə refleksi. Şagird çalışacaq ki, nədənsə özünü müdafiə eləsin. Yəni, müəllim məni danlamasın, müəllim mənə qışqırmasın və s. Həmişə şagirdlərə effektiv rəy vermək lazımdır. Yəni, nəyisə pis etsə belə, onu üstünə getmək, destruktiv rəylə onu qapalı düşüncəyə salmaq lazım deyil. 14-cü sualdan davam edir. Bu arada yoldaşlar, mütləq şəkildə kanalımıza abunə olub, like etməyi unutmayın ki, digər videolarda avtomatik sizin səhifənizə gəlib düşə bilsin. Mühakimə xarakterli esse yazmaq bacarığını şagirdlərdə necə formalaşdırmaq lazımdır? Bunun üçün mövqe, izah, nümunə, nəticə bu meyarlar əsasında şagirdlərdə formalaşdırılır. Mühakimə xarakterli esse yazmaq bacarığı deyirsə, şagirdlərdə ilk öncə çalışmaq lazımdır ki, məntiqi və tənqidi təfəkkür formalaşdırmaq. Şagirdlərdə məntiqi və tənqidi təfəkkürü formalaşdırmaq nədir? Hansısa bir məsələni qoruyuruq dərs olaraq və tez-tez dərsdə mühakimə aparmaq lazımdır ki, şagird mühakimə xarakterli esse yazmağı bacarsın. Məsələn, bu nağılda və ya hekayədə filan kəsin elədiyi düzmü idi? İcazə vermək lazımdır ki, hər kəs öz fikrini desin. Hazır cavab yox, sualı qoyuruq və imkan yaradırıq ki, hər kəs öz cavabı ilə fikrini bildirsin. Və bununla da məntiqi, tənqidi təfəkkürü formalaşdırırıq. Dərsdə olan hadisələri müzakirəyə çıxarırıq. Əgər bir şagirdin məntiqi və tənqidi təfəkkürü yoxdursa, heç vaxt mühakimə xarakterli esse yaza bilməz. Heç vaxt. Mühakimə nədir? Nəyisə mühakimə etmək, orada olan səhvləri, düzləri, yaxşıları, pisləri demək. Bunun üçün şagirdin məntiqi və tənqidi olmalıdır. Tənqidi təfəkkürü olmalıdır. Daha sonra şagirdlərdə esse yazmaq bacarığını necə formalaşdırmaq olar? Bunun üçün 4 meyar verilir. Mövqe, izah, nümunə, nəticə. Bu 4 meyar üzrə. İlk öncə şagird mövzu ilə bağlı öz mövqeyini bildirsin, desin, mühakimə xarakterlidir. Axı ona görə. Daha sonra mövqeyini izah eləsin. Daha sonra mövqeyisinə aid nümunələr gətirməlidir ki, mənim mövqeyim, mənim dediyim söz doğrudur. Yəni, onu ispat eləməlidir. Dedi, sözü dedi və sonra dediyini ispat eləməlidir ki, niyəsini. Və sonda nəticəyə gəlsin. Ümumiləşdirərək deyirik. İlk öncə çalışırıq ki, məntiqi, tənqidi təfəkkür olsun. Bu bazadır. Baxın, olmasa alınmaz. Daha sonra şagirdlərə 4 meyar veririk. Mövqe, izah, nümunə, nəticə. Mövqeyini bildirir, izah edir, izahına əsasən nümunə gətirir və nəticə çıxarır. Bax bu. Budur. 15-ci sual. Qruplarla dərsi təşkil etdiyimiz zaman qrupun monitorinqini apardıqda nə etmək lazımdır? Bəli. Bu suala cavab olaraq deyirik ki, qruplarla dərsi təşkil etdiyimiz zaman qrup monitorinqi aparmaq lazımdır. Qrup monitorinqi nə deməkdir? Yəni, qrupu yoxlamaq, nəzarətdə saxlamaq. Qrupla iş zamanı kənardan müşahidə edib monitorinq vermək lazımdır. Fasilitator müəllimin bacarıqlarında olan müşahidə bacarığı. Fasilitator müəllim düzgün müşahidə edən müəllimdir. Bu zaman müəllim də qruplarla qrup monitorinqi etməlidir. Qrup monitorinqi nədir? Şagirdlər qrup işini necə təşkil edir? Qrup işi zamanı şagirdlərin hansı müzakirəyə cəlb olunubmu? Hamısı müzakirəyə cəlb olunubmu? Yəni, müəllim qrup monitorinqi apararkən bu suallara cavab tapmalıdır. Onlar qrup işini necə təşkil elədilər?
Hamısı müzakirəyə cəlb olundumu? Hər kəs iştirak etdimi? Kimlər zəif, kimlər güclü iştirak etdi? Müzakirələr düzgün istiqamətdədirmi? Mövzu uyğundurmu? Mövzudan kənar yayınma halları yoxdurmu? Varmı? Xaotik səs-küy salmaq istəyən yoxdur ki? Düzgün istiqamətdə gedirmi? Bu zaman formal və qeyri-formal müşahidələr əsasında əldə etdiyimiz nəticələri qeyd etmək lazımdır. Yəni müəllim bunları mütləq şəkildə qeyd aparır. Daha sonra nəticələri müqayisə etmək lazımdır. Qruplarla dərsi təşkil edərkən bu zaman hər bir şagird haqqında geniş məlumat alırıq. Və bu məlumatlar da dərsin sonunda qiymətləndirmə apararkən bizə çox kömək edəcək. Ümumiləşdirdikdə isə belə deyirik. Bu qədər danışdıq və ümumiləşdiririk. Qruplarla dərsi təşkil edən zaman qrup monitorinqi aparanda daim diqqətli olmaq lazımdır. Baxmalıyıq ki, bütün şagirdlər müzakirədə iştirak edirmi? Müzakirə mövzuya uyğundurmu? Düzgün istiqamətdə gedirmi? Müzakirə səhv istiqamətə yönəlibmi ki, məqsədə uyğun müzakirəmi aparılır? Yəni bu formada bu suallara cavab tapmaq şərti ilə müəllim qrup monitorinqini aparmalıdır və qeyd götürməlidir təbii ki. Bu arada müəllimlər, bu danışdığım bütün izahlar Coşqun müəllimin, Coşqun Namazovun MEQ və sertifikasiya imtahanı üçün müsahibə kitabında, yenilənmiş 3-cü nəşr müsahibə kitabında öz əksini tapır. Vurğulayaq ki, orada həm MEQ, həm də sertifikasiya müsahibə sualları öz əksini tapır. Öz əksini tapır. Mütləq şəkildə bu kitabı əldə edin. İzah verilən özünüz üçün orada da qeydlərinizi aparın. Çox yəni əlverişli olacaq sizin üçün mütləq şəkildə. Davam edək. 16-cı sual. Deyir, şagirdlərin hansı xarakter tipinə aid olduğunu necə müəyyən edirsiniz? Formal və qeyri-formal müşahidələr əsasında da bilmək olar. Qrup monitorinqi zamanı da ən sadə üsul müşahidə aparmaqdır. Baxın, biz onun xarakterini müəyyən burada deyildiyi kimi sual verərək, qrup monitorinqi apararaq da anlaya bilərik. Amma ən sadəsi, ən rahatı, ən şəffafı müşahidə aparmaqdır. Ona görə ki, bəzən müəyyən formal, qeyri-formal müşahidələrdə və yaxud da qrup monitorinqdə uşaq özünü tam da göstərməyə bilər. Bunun üçün yalnız kənardan dərs çərçivəsində uşağı izləyərək də onun xarakterini bilmək olur. Uşağa bildirmədən onu kənardan izləməklə. Daha sonra şagirdlərə suallar verməklə. Məsələn, sən ünsiyyəti sevirsənmi? Sən tək test yazmağı xoşlayırsanmı? Yoxsa dostlarınla birgə xoşlayırsan? Sən daha çox necə öyrənirsən? Sən qərar qəbul edərkən öz fikrini əsas götürürsən, yoxsa kənar şəxslərin fikri sənin üçün daha önəmlidir və s. Bu tipli özümüzdən suallar verməklə və eyni zamanda müşahidə üsulundan, yəni formal, qeyri-formal müşahidə üsullarından istifadə edərək sinifdəki şagirdlərin xarakter tipini müəyyən edə bilərik. Bu qədər müəllimlər. Bir daha vurğulayım ki, mütləq şəkildə kanalımıza abunə olub, videolarımızı like eləməyi unutmayın. Təşəkkür edirəm.